Sahibkar deyir aldandım, dizayner isə deyir ki, sahibkar mənim dizaynlarımı başa düşmədi. Bəs səncə bunun səbəbi nələrdir? Belə ki, sahibkarlar bəzən dizaynerlərə brief vermir. Yəni onlar dizaynda olan qeydlərini, hansı stildə istədiklərini və yaxud da hansı rəng tonları istədiklərini qeyd etmir və bu zaman isə dizayner onları anlamaqda çətinlik çəkir. Bəzən isə sahibkarlar dizaynerlərdən trendlərə əsaslanmayan öz çizdikləri, loqolar və yaxud da post dizaynlarını tələb edirlər. Bu halda isə dizaynerlər etiraz edə bilmədikləri üçün arada ifadə problemi və ünsiyyət probleminə gətirib çıxardır. Əgər sən də kiçik sahibkarsansa, rəydə sahibkaram yaz və bizdən ödənişsiz konsultasiya qazan. Bəs ödənişsiz konsultasiyada nələr edəcək? Ödənişsiz konsultasiya vasitəsilə sənin loqo, post dizayn və dizayn stillərini analiz edib sənə qeydlərimi deyəcəm.